Deyir, alim zad lazım deyil İslamda. Nə alim? Özünü öyrən. Bu söz həm də dolayısıyla küfürdür. Niyə? Çünki Allah Quran-ı Kərimdə deyir ki, bilmirsə zikirlərinə sual verin. Əgər alim lazım deyilsə, Allah ne deyir ki, ondan soruşun? Sən də deyirsən, alim lazım deyil. Allah deyir, lazımdır, sən deyirsən, lazım deyil. Allah Təbaraka və Teala deyir, onların arasında qorxu və yaxud da ümid bir xəbəri gəldikdə, onu yaymamışdan öncə istinbat edə biləcək alimə qarşısaydılar. O onlar üçün istinbat içtihat deməkdir. Bir hökm çıxarsaydı olacaq daha xeyirli olardı. Allah deyir, belə xeyirlidir, belə yaxşıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Sahih Buxarıda deyir ki, İnna Allah la yaqbidu ala ilmə intizəən. Allah elmi insanlardan almır. Elm var həmişə, hüccət kitab məsəlində. Velakin yaqbiduhu bi mevtil ulema. Alimin ölümü ilə alır, alimlərin ölümü ilə alır. Hətta izə ləm yəbqa alim, alim olmadıqda İttəxədən nəs rüəsə cühalən. İnsanlar cahillər özlərinə rəislər edirlər. Fəssuilu fəəftu bi qeyri ilmin dallu və adallu. Həmən o cahil rəislərə də suallar verirlər. Onlar da elmsiz fətvalar verirlər. Özləri də azırlar. Sual verən kəsləri də azdırırlar. Bu Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür. İman etməmisən buna. Allah Rəsulu deyir ki, alim lazımdır, alimsiz yaşamayın, cahilə sual verməyin. Alim olmayanda azacaqsınız. Sən də deyirsən ki, alimə ehtiyac yoxdur. Yəni Peyğəmbər yalan danışıb, haşa. Allah yalan deyib. Allah və Rəsulu deyir, alim lazım, sən deyirsən ehtiyac yoxdur. Nə alimmiş? Sapıq şeydamsı. Özünü öyrən. Bu adam məiqdir, məiq. Bayaqçı adlar var idi. Məiq sözü ərəb dilindən bütün tərcümələrinə yığmışam. Sapıq, çobud, axmaq, səfih, qanmaz, tərbiyəsiz və s. və ilə axır. Hamısı aiddir o adama. O ki deyir, alim lazım deyil. Dində alim lazım deyir. Allah və Rəsulu deyir, lazımdır. Deyir, alimə ehtiyac yoxdur. Nə alimi, boş şeydir. Alimlər bizi bu günə vurur. Sözə bax. Dolayısıyla küfür edir bu sözü deyən adam.